Mayın 1-dən sentyabrın 1-nə qədər balıqların kürü tökmə mövsümüdür. Bununla bağlı Xəzər dənizində və ölkə ərazisindəki su hövzələrində bütün növ balıqların ovlanması qadağan edilib. Buna əməl etməyənləri nə kimi cəza gözləyir? Qadağa həvəskar balıq ovu ilə məşğul olanlara da aid edilirmi? Ətraflı süjetdə. Xəzər dənizi və ölkə ərazisində yerləşən su hövzələrində balıq ovlamaq qadağan edilib. Sentyabrın 1-nə dək qüvvədə olacaq qərara əsasən balıq ovu qadağan edilsə də, bazarlarda balıq satışına hələ də rast gəlirik. Satılan balıq məhsullarının qiymətinə gəldikdə isə satıcılar bildirdilər ki, qəbul edilən bu qərar qiymətdə hər hansı dəyişikliyə səbəb olmayacaq. Əksinə, mövsümlə əlaqədar olaraq qiymətlər bir qədər aşağı indirilir. Qışda 12 manat olurdu, indi 10 manatdır. Suda qışda 17 manat olurdu, indi 15 manatdır. Hava isti olduğuna görə belə qiymətlər biraz düşüb də. Bu aylarda kürü vermə mövsümüdür. Kürü mövsümü olduğuna görə dənizdə, bütün yerlərdə balığın ovlanması qəti qadağan olur. Bəli, onun da əvəzinə biz təsərrüfat balıqları satırıq. Yetişdirilən balıqların süni yolla təsərrüfatda yetişdirilən balıqlar var ki, zavodlarda yetişdirilən balıqlar, o balıqlar müraciət edilir. Bir də digər ölkələrdən gətirən balıqlar var ki, həmin bizim bazarda olan balansı kifayət qədər doldurur. Müəyyən olunmuş aylarda balıq ovlamaq həm balıqların nəslinin tükənməsinə, həm də bioresursların azalmasına gətirib çıxara bilər. Qeyd edeyim ki, moratorium müddətində, eyni zamanda moratoriumdan kənar müddətdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin su nəqliyyatında polis idarəsinin birgə reydləri həyata keçirilir. Bu reydlər müddətində, təbii ki, reydlər bu dövrdə daha da intensivləşdiriləcək. Bu müddət ərzində balıq ovlayan həm fiziki və hüquqi şəxslər qanuna müvafiq olaraq cərimələnə bilər. Daxili İşlər Nazirliyinin su nəqliyyatında polis idarəsinin il ərzində keçirdiyi reydlər nəticəsində 40 qanun pozulması faktı aşkarlanıb. Əməliyyatlar nəticəsində 3661 kiloqram qanunsuz vasitələrlə ovlanmış balıq, 15 qayıq, 123 sintetik tor aşkar edilərək müsadirə olunub. Qeyd edək ki, qadağan olunmuş vaxtlarda qanunsuz vasitələrlə balıq ovlayan şəxslər Nazirlər Kabinetinin 243 nömrəli qərarına əsasən inzibati məsuliyyətə cəlb olunurlar. Ötən illərə baxanda bu illərdə balıqların artması müşahidə olunub. Yəni bu hamısı reydlərin mütəmadi olaraq, intensiv olaraq keçirilməsinin nəticəsidir ki, Xəzər dənizində balıqların artması müşahidə olunur. Həvəskar olaraq balıq ovu ilə məşğul olanlara gəlincə, qeyd edək ki, çəkisi 5 kiloqramdan artıq olmaması şərti ilə qanunla müəyyən olunmuş alətlər və yerlərdə balıq ovu ilə məşğul ola bilərlər. Bənövşə Nazim qızı, İlqar Abdullayev, Zaur Ağamir, Aytən Şükürova, İTV Xəbər.